Kərimin bura gəlmək məqsədini mən açıqlamayacağım. Kərim icazə vermədi. Kərim sabahacan vaxt qoyub. Təbii ki, bugün mən 18 nəfərlik komandamdan bugün saat 3-ə 4-ə kimi xəbər gözləyirəm həmin o insandan. O da deyib ki, bugün həll olunacaq. Həll olunacaq deyib kişi kəlməsinə inanıb gözləmişəm. Neçə həftədir gözləyirsən? Və belə ayın 12-sindən bu yana gözləyirəm. Bugün ayın 20, yox deməyəcək, nədir sonra deyəcək. Bugün də xahiş edib, bugün ayın 30, yox 29-udur bugün. Bəli, 12-sindən bu yana bir qadının, bir kişinin kəlməsinə görə hələ ki gözləyirəm. Əslində bugün mən bura başqa bir şeyə görə gəlmişdim. Amma onların bir xahişlərini nəzərə aldım, gözlədim. Bugün 3-ə 4-ə kimi məndən zaman istəyiblər ki, həll edəcəyik. Bu yer niyə boşdur bugün? Çünki burada bugün hüquq mühafizəçisi oturmalıdır, vəkil oturmalıydı. Bəli. Kərim gecə saatlarını dediyimizə görə biz vəkil bura dəvət eləmədik. Çünki biz elə bir ölkədə yaşayırıq ki, bu ölkədə heç kimi aldada bilməz. Bəli. Heç kim öz qohumuna, vəzifəli şəxsə, öz əlaqələrinə güvənə bilməz. Çünki biz müstəqil ölkədə yaşayırıq. Düz. Mən burada əmək haqqı alıram. Mən burada işləyirəm. Hər ayın sonunda mənim əmək haqqım kartıma oturur. Və heç kimi, indi demirəm nədir, aldada bilməz. Yəni, o zamanə deyirdi aldatmaq. Ona görə də yox, açıqlamayacaq. 18 nəfər dəstə dedisə, bu məlum məsələdir ki, haradasa ifaçılıq olub. Nəsə olmalıdır. İndi Kərim deyib bugün deməsə, amma sabahacan bu olmasa, baxmayaq ki, sabah qonağım var. Mən sabah səni burada gözləyirəm. Çünki mən bilirəm ki, adiyyəti qurumlar da bu işdən xəbəri var. Amma məncə bu heç də yaxşı bir şeylə tutara bilməz. Çünki olmaz bir şey. Yəni ki, insanın əziyyətini bu qədər puç eləmək olmaz və sonra da götürüb insanları haqsız olan yerdə götürüb blok eləyəsən hər bir yerdə. Yəni bir misal, buna bir cavab var. Ölkə dərəbəylik deyil. Dərəbəylik deyil. Təbii ki, dərəbəylik deyil. Başıma nə gəlib? Dərəbəylik deyil olmaz. və zamanı var. Mən ona görə bugün həmin o insanın kəlməsinə ki, mənim menecerime söyləyib ki, bugün hamısı həll olunacaq. İnşallah ki, olmasa mən buradan qurumlara müraciət eləyəcəm. İnşallah. İnşallah ki, sabaha qalmaz bu iş.